aşağı hissə nə adlanır? Məxrəc adlanır. Yuxarı hissə nə adlanır? Surət adlanır. Məsələn, 4-də 1. Məxrəcdən oxuyursunuz. 4-də 1. Məsələn, 5-də 1. Məxrəcdən, aşağıdan başlayıb oxuyursunuz. Məsələn, qarpızdır. 4 dilimə bölünüb. Burada 4-dən 1-i götürüb yeyirəm. Deməli, 4-dən 1-i. 4-də 1-i. Belə oxunur. İndi bizə A variantında deyir ki, adi kəsrdə, tutaq ki, bu nədir? Kəsr xəttidir. Kəsr xətti nə deməkdir? Bölmək deməkdir. Nisbət deməkdir. Nöqtəli böləkdir. İbtidai sinifdə nöqtəli böləkdən istifadə edirlər. 5-ci sinifə keçəndə kəsr xətti böləyə keçirlər. Məsələn, 15. 10-u 5-ə böləndə neçə düşür? 2 düşür. Yazırsınız 2. Məsələn, 5-i 10-a bölürəm. Yazıram 5-in özünü 0,5. İndi və yaxud 3 bölünsün 7. 3 7-yə bölünmür, olduğu kimi qalır. Buna deyirlər kəsr. Yəni 7-də 3. Məxrəcdən başlayırıq oxumağa. İndi bizə A variantında deyir ki, kəsrin surəti bölən, bax məsələn 3 7 yazıram. Nöqtəli böləklə də 3 bölünsün 7 yazıram. Bu nədir? Bölünən. Bu nədir? Bölünən, yəni bölünür, bölünən. Bu nədir? Bölən. Cavab da nə olur? Qismət olur. Qismət olur. İndi bölünən, bölən, qismət. Bölündüyünə görə nədir? Bölünən. O 7 böləndir. Onu bölür. Adı nədir? Böləndir. İndi deyir kəsrin surəti bölən, məxrəci isə bölünəndir. Surəti bölünən, məxrəci isə böləndir. Bu doğrudurmu? Bizdən doğrunu soruşur. Xeyr, A variantı doğru deyil. Keçirik B variantına. Kəsrin surəti qismət. Surət qismətdirmi? Xeyr. Deməli, B variantı da doğru deyil. C variantına keçirik. Kəsrin surəti bölünən, məxrəci isə böləndir. Bəli, kəsrin surəti bölünən, məxrəci isə böləndir. C variantı nədir? Doğrudur. İndi keçək ikinciyə. Misal nömrə 2. İndi bizə belə bir diaqram verilib. Bu diaqramı 1, 2, 3, bir də 4 hissəyə bölünüb. Neçəsi rənglənib? 1, 2, bir də 3 hissəsi nə olub? Rənglənib. İndi burada bir dənə belə diaqram çəkirəm. Yenə bir dənə, 2 dənə, 3 dənə, bu da belə. Bunun yarısı rənglənibdir. Deməli, burada indi bu çevrəni çəkək. Belə, 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 belə və burada da 2 hissəsi rənglənibdir. Aha. İndi bizə deyir ki, Aytən ev tapşırığını 1 saat 20 dəqiqəyə. Deməli, saatla dəqiqə verilibsə, saat, dəqiqə, saniyə, gün, ay, il, həftə, əsr, sutka nəyin vaididir? Zamanın. Məsələn, deyirsən ki, nə qədər zaman keçdi? Deyirsən ki, bu hadisədən, deyirsən ki, 10 saniyə keçdi, 20 dəqiqə keçdi, 1 saat keçdi, 1 sutka keçdi, 1 gün keçib, 1 həftə keçib, 1 ay keçib, 1 il keçib, 1 əsr keçib. Yəni, bunlar nəyin vahidlərdir? Zamanın vahidlərdir. Saatla dəqiqəni verirsə, saat böyük vahiddir, dəqiqə kiçik vahiddir. Dəqiqə keçir nəyə? Saata, saat da keçir nəyə? Sutkaya. İndi dəqiqə ilə saatı verəndə tezcə saatdan dəqiqəyə keçin.
Kiçik vahidə keçin. Məsələn, dəqiqə ilə saniyə veribdir. Tezcə dəqiqədən saniyəyə keçin. İndi 1 saatla 20 dəqiqə verilib. Deyir 1 saadım neçə dəqiqədir? İndi lap da burada demir. Tezcə fikirləşməlisiniz ki, müəllim demişdi ki, saatdan nəyə keçmək lazımdır? Kiçik vahidə, yəni dəqiqəyə keçmək lazımdır. 1 saadım 60 dəqiqədir. Bu da 20 dəqiqədir. Cəmi neçə dəqiqə oldu? 80 dəqiqə oldu. İndi bizə deyir ki, o riyaziyyatla, yəni kim Aytən 30 dəqiqəsini məşğul olmuşdur. 80 dəqiqədən 30 dəqiqəsini riyaziyyatla məşğul olub. Sıfırlar getdi, nə qaldı? 8-də 3 qaldı. İndi deyir ki, diaqramda hansı uyğundur 8-dən 3-ü? İndi gəlin qırmızılayağın. Məsələn, 1 hissə, 2 hissə, 3 hissə, 4 hissə, 5 hissə, 6 hissə, 7 hissə, 8 hissə. Neçəsi rənglənibdir? 8-dən 3-ü rənglənibdir. Deməli, bu birinci uyğun gəlir. Ancaq bu 1 hissə, 2 hissə, 3 hissə, 4 hissə, 8-dən 4-ü rənglənibdir. Bu 1 hissə, 2 hissə, 8-dən 2-si rənglənibdir. Ancaq 8-də 3-ə hansı uyğun gəlir? Birinci uyğun gəlir. Deməli, birincini nə edəcəksiniz? İşarələyəcəksiniz. Sonra 3-də deyir ki, klasteri tamamlayın. Klaster, məsələn, belə bir diaqram veribdir. Buradan belə çəkibdir. A bərabərdir 86-da 3 veribdir. Bunda verib A bərabərdir 86-da 31 veribdir. Burada veribdir. A bərabərdir 86-da 17 veribdir. Burada veribdir. A bərabərdir 86-da 7 veribdir. Və burada A üstə gəlinsin 86-da bu 17-dir. Aha, 86-da 11-dir. A nədir? Bilmirəm deməkdir. Hərflər riyaziyyatda dəyişən adlanır. Dəyişən də bilmirəm deməkdir. Məsələn, deyirəm ki, sizin nə qədər kitabınız var? Deyirsiniz ki, A kitabım var. Deyirəm, A kitab nədir? Axı, mən bilmirəm. Bilmirsiniz. Məsələn, o sinif müəllimləri keçirlər ki, 1-dən 4-ə kimi X nədir, məchuldur, Y nədir, məchuldur, yəni bilmirik, məchul lazım deyil, belə dərk eləyin. X hərfi Azərbaycan dilində X hərfidir. Riyaziyyatda isə dəyişəndir, X-dır. Yəni X nədir? Bilmirəm deməkdir. Y nədir? Bilmirəm deməkdir. Yəni ki, hərflər riyaziyyatda bilmirəm deməkdir. Bəs yaxşı, burada A hərfinə yerinə nə veribdir? 86-da 3 veribdir. Gəlin yazağın 86-da 3 üstə gəlinsin. Nədir burada? Nədir burada? 86-da 11-dir. Bərabərdir. 2 dənə eyni məxrəcdən neçəsini götürürük? Məxrəclər eynidirsə, məxrəc haradır? Aşağıdır. Aşağı hissələr eynidirsə, o ikisindən birini götürürsünüz. Burada nə olur? 86 olur. Sürətləri də toplayırsınız. 86-da neçə oldu? 14 oldu. 86-da 14 oldu. Bəs yaxşı. İndi Aya nə verəcəm? 86-da 31. Üstünə nə gəlirəm? Üstünə nə gəlirəm? 86-da 11. Müəllim, 2 dənə eyni məxrəcdən birini götürürəm, surətlərin isə özü toplanılır. Bu da 86-da neçə olur? 44 olur. Müəllim, A üstə gəlinsin 86-da 11. İndi A-nın yerinə nə qoyacam? A-nın yerinə nə qoyacam? 86-da 17. Üstə gələk. Burada nədir? 86-da 11 yazıram. 2 dənə 86-dan birini götürürəm. 17 ilə 11-i toplayıram. Burada nə oldu? 86-da 28. Bura nə yazıram? 86-da 28 yazıram. İndi burada A-nın yerinə nə qoyacam? 86-da 7 qoyacam. Plus nədir? 86-da 11-dir. Harda A varsa yerinə
qiymətlərini yazırsınız və 2 dənə 86-dan birini götürürəm, 7 ilə 11-i toplayıram, 86-da eləyir 18 və burada yazıram 86-da neçə? 18. Vəssalam. Başa düşdünüz bunu? İndi keçək o birisi testə. Başa düşdünüz? Harda başa düşmədiniz? Nömrə 4-ə keçək. İndi məsələn 4-də 1 sutka veribdir. Burada da verib ox işarəsi, nöqtələr, saat. İndi sutkadan nəyə keç deyir? Saata keç. Bir sutkam 4-də 1-in özü qalır. Bir sutkam neçə saatdır? 24 saatdır. Sutkanın yerinə yazıram 24. Bununla bunun arasında heç nə yoxsa nə var? Vurma var. Bunun məxrəci yoxdur. Nə yazıram? 1 yazıram. Məsələn, 4-də 1 vur 24. 24-ün məxrəci yoxdur. Baxın, xətt çəkdim. 1 yazdım. Məxrəci yoxdursa 1 yazıram. Aşağıdakına vurulur. Kəsri kəsrə vurmaq üçün məxrəc məxrəcə vurulur. 4 vuraq 24. 1 vuraq sürət də sürətə vurulur. Yuxarıdakı da yuxarıdakına vurulur. Kəsirləri vurarkən 24 böl nədir bu? Kəsir xətti nə deməkdir? Bölmə deməkdir. 24 4-ə bölünürmü? Bəli. Neçə düşür? 6 saat düşür. Deməli, burada neçə olacaq? 6 saat olacaq. 6 saat olacaq. İndi buradan da keçib nəyə? Nöqtələr dəqiqəyə. İndi saatdan nəyə keçibdi? Dəqiqəyə keçibdi. Müəllim, 1 saatım 60 dəqiqədir. 6 yerində qalır. 1 saatın da yerinə nə yazıram? 60 dəqiqə yazıram. 6-nı 60-a vuranda neçə eləyir? 360 dəqiqə eləyir. 1 saatım 60 dəqiqədirsə, 6 saatım 360 dəqiqədir. Sonra indi nömrə 5-ə keçəyin. Nömrə 5-də bizə deyir ki, dəvə 40 il yaşayır. O həyatının 5-də 1 hissəsini böyüyür. Dəvə neçə il böyüyür? İndi deyək, birinci 40 gəlir, sonra isə 5-də 1 gəlir. 5-də 1 nədir? Kəsrdir. Kəsr nə deməkdir? Hissə deməkdir, hissə. Yəni 5 hissədən birini götürmək deməkdir. Yəni kəsr deməkdir. Məsələn, qarpızı 5 hissəyə böl deyirəm, bir hissəsini, bir dilimini mənə ver deyirəm. Bu bizim həyatda işlənən sözümüzdür. Ancaq 5-də 1 hissə riyaziyyatda kəsr adlanır. Kəsr də yəni belə yazılır. Birinci ədəd, sonra kəsr. Yəni kəsr nədir? Hissə gəlirsə, ədədi hissə göstərən ədədə nə edirik? Vururuq. Doğru dildə desəm, birinci ədəd, sonra kəsr gələndə vururuq. Vururuq. Deməli, bərabərdir. 40-ın məxrəci yoxdur. Nə yazacam? 1 yazacam. Məxrəc məxrəcə vurulur, 5 olur. Surət də surətə vurulur, 40 olur. 40-ı da 5-ə böləndə neçə düşür? 8 düşür. Deməli, dəvə neçə il böyüyür? 8 ilə böyüyür. Sonra nömrə 6-cı. Bəs müəllim. Bunu bir də deyə bilərsiniz, zəhmət olmasa. Məsələn, 40 bir də 5-də 1. 40 nədir? Ədəddir. 5-də 1 nədir? Hissədir, kəsrdir. Əgər birinci ədəd, sonra kəsr gəlirsə nə edirik? Vururuq. Əgər birinci kəsr, sonra ədəd gəlirsə, bu ədədi kəsrə bölürük. Deməli, birinci ədəd sonra kəsr gələndə vurulur. Birinci kəsr sonra ədəd gələndə bölünür. Ədədi kəsrə bölürsünüz. İndi bura baxın, 40 birinci gəlir, 5-də 1 sonra gəlir. İndi ədəd birinci kəsr sonra gəldi. Nə edəcəm? Vuracam. Vuranda 40-ın məxrəci yoxdur. Nə yazıram? 1 yazıram. Kəsri kəsrə vuranda aşağıdakına vurulur.
5 vuraq birim 5, 40 vuraq birim də eləyir 40. 45-ə bölünürmü? Bu kəsr xətti nə deməkdir? Bölmə deməkdir. Bəli, 8 düşür. 8 ilə böyüyür dəvə. Sonra indi belə bir diaqram veribdir. Bu diaqramda baxın, belə, deməli, birinci kitabın 4də 1 hissəsi, birinci gün, ikinci gün 8də 1 hissəsi kitabın, üçüncü gün isə bilmirəm, sualdır. İndi bizə deyir ki, 3 günə 32 səhifəlik kitab oxudu. Bu kitabdır uşaqlar, elə fərz eləyin. İndi 32 nəyi var? Səhifəsi var. 32 səhifənin 4də 1 hissəsini deyirəm oxumuşam. 4də 1-i nə deməkdir? Bilmirəm. Birinci 32, sonra 4də 1 gəlir. Onda nə edirik? Vururuq. 32-nin məxrəci yoxdur. 1 yazıram. Aşağıdakına vurulur. Yuxarıdakı da yuxarıdakına vurulur. Bu da bölmə deməkdir. 32-nin də 4-ə bölünür, 8 düşür. Deməli, birinci gün neçə səhifə oxunubdur? 8 səhifə oxunubdur. 32 səhifəlik kitabdan ikinci gün 8də 1-ni oxunubdur. Vurmadır. Bunun məxrəci yoxdur, 1 yazıram. Məxrəc məxrəcə vurulur, surət də surətə vurulur. 4 səhifə olur. Deməli, bu da neçə səhifədir? 4 səhifədir. İndi üçüncü günü soruşur. Birinci gün 8 səhifə oxumuşam. İkinci gün 4 səhifə oxumuşam. Cəmi neçə səhifə eləyir buradan bura? 12 səhifə elədimi? 32 səhifəlik də kitabdır. Üçüncü günə neçə səhifə düşür? 32-dən də çıxıram 12-ni, qalır 20 səhifə. Deməli, üçüncü günümə neçə səhifə düşüb? 20 səhifə düşüb. Sonra bizə belə bir cədvəl veribdir. X bərabərdir 2, X bərabərdir 1, X bərabərdir 3 və s. də 4 də verilibdir. Ehtiyac yoxdur. Birini başa düşdünüz, bəs eləyir. İndi A bərabərdir, X çıxılsın 1 verib. B bərabərdir, X plus 15-də 11 veribdir. İndi nə edəcəm? Harda X var, yerinə nə qoyacam? 2. İndi 2-dən 1 çıxıram. Neçə eləyir? 1. A-nın yerinə nə qoyacam? 1. Çünki A 1-ə bərabər olur. İndi X-in yerinə nə qoyacam? 2. 2-nin üzərinə 15-də 11 gələndə bitişdirin. Neçə eləyir? 2 tam 15-də 11 eləyir. Yazıram B. 2 tam 15-də 11 eləyir. Sonra da 1-i qoyuram. Harda X var? 1-dən 1 çıxıram. 0 eləyir. 1-in üzərinə 15-də 11 gələndə neçə eləyir? Bitişdirin. 1 tam 15-də 11 eləyir. 1 tam 15-də 11 eləyir. Eləcə də 3 qoyub tapırsınız. Sonra keçəyin nömrə 8-ə. Müəllimə, kəsri hesablayanda 1-in məxrəcinə 1 qoyanmarıq, ya 15 qoyanmarıq, elə hesablanır. 1 tam yazmalıyıq. Orada mən bir dənə qaranlıq qalıram. 1 tam 15-də 11-i mi deyirsiniz? Bəli, müəllim. Aha. 1 tam 15-də 11 qarışıq kəsirdir. Yəni qarışıqdır. 1 bax deyirəm ağzımda. 1 nədir? Tamdır. 1 tam 15-də 11. 15-də 11 nədir? Kəsirdir. 1 nədir? Tamdır. Tamla kəsir qarışıq nə adlanır? Qarışıq kəsir adlanır. İminli sıf nə tamdan ibarət deyil, deyəsən ki, tamdır. Nə kəsirdən ibarət deyil, həm kəsirdən, həm tamdan ibarətdir. Onda necə kəsirdir? Bu qarışıq kəsirdir. Qarışıq kəsirdən də düzgün olmayan kəsrə keçəndə necə eləyirik? 15 qalır. 15-i vururam 1-ə, üzərinə gəlirəm 11-i. Və burada da olur 15-də 6
26. 26 olur. Və bu da kəsirdir. Vəssalam. Bunun məxrəci neçədir? 15-dir. Müəllimə, bu PDF-dir, yoxsa kitabdır? Məndə heç nə yoxdur, vəsait. Hə, qrupa atmışam, testidir. Qrupa atmışam, 5-ci sinifin testidir. 5-ci sinif və sinif keçəcəm. Məndə yoxdur, ona görə deyirəm mən. Hə, qrupa atmışam, ehtiyac yoxdur, almayın. Qrupdan baxarsınız. İndi məsələn, bura baxın. Deyir ki, 60-ın, indi bura baxın. 1, 2, 3, 4, 5. Biri qaralanıbdır. Bir də 90-ın 2, 3, 4, 5. Biri qaralanıbdır. Deyir, hansı böyükdür? Müəllim, bu 1, 2, 3, 4, 5. 5-dən neçəsi qaralanıbdır? Biri. Müəllim, bu da 5-dən biri qaralanıbdır. 60-ın 5-dən biri. Müəllim, birinci 60 gəlir, sonra 5-də 1 gəlir. Birinci ədəd, sonra kəsir gələndə nə edirik? Vururuq. Birinci ədəd 90 gəlib, sonra kəsir gəlib, nə edirik? Vururuq. Vurmalıyıq. İndi 60-ın məxrəci yoxdur. Nə yazacağam? 1. Bərabərdir. Aşağıdakına vurulur. 5. 60-ı da 1-ə vuranda 60. 60 da 5-ə böləndə 12 düşürmü? 90-ın məxrəci yoxdur. 1 yazıram. Aşağıdakına vurulur. Yuxarıdakı da yuxarıdakına vurulur. Bu da bərabərdir. 1, 18. İndi bu oldu 12. Bu oldu 18. Hansı böyükdür? Bu böyükdür. 18 böyükdür. Balığın ağzı açıqdırsa o nədir? Böyükdür. Bax, balığın ağzı açıqdır. Bu tərəf nədir? Böyükdür. Balığın ağzı yumuqdur. Bu tərəf nədir? Kiçikdir. Sonra, indi keçək nömrə 9-a. Bizə deyir ki, n bölünsün 8 kəsrinin düzgün olması üçün n-in ala biləcəyi qiymətləri tapın. Məsələn, birincidə verib 3, 6, 8. İkincidə verib 4, 7, 9. Üçüncüdə verib 2, 5, 10. Dördüncüdə verib 1, 4, 6. İndi hansı deyir düzgün kəsirdir? Düzgün olması üçün n-in ala biləcəyi qiymətləri tapın deyir. Harada n var, yerinə birinci nə qoyacam? 3 qoyacam. Məsələn, 8-də 3. Necə kəsir düzgün? 8-də 6. Harada n var, yerinə nə qoyacam? 6. Düzgün kəsir. 8-də 8 necə kəsirdir? Surət məxrəcə bərabərdirsə, düzgün olmayan kəsirdir. Düzgün olmayan. Məsələn, 3-də 1. Surət məxrəcdən kiçikdirsə, düzgün kəsirdir. Surət məxrəcə bərabərdirsə, düzgün olmayandır. Surət məxrəcdən böyükdürsə, yenə düzgün olmayandır. 8, 8-i düzgün olmayan oldu. Bizdən də düzgünü soruşur. İndi 8-də nə yazacağam? 4 düzgün olandır. 8-də 7 düzgün olandır. 8 harada yeni var, yerinə qiymətləri qoyacağam, bu qiymətləri. 8-də 9 düzgün olmayandır. 8-də 2 düzgün olandır. 8-də 5 düzgün olandır. 8-də 10 düzgün olmayandır. 8-də 1 düzgün olandır. 8-də 4 düzgün olandır. 8-də 6 düzgün olandır. Surət məxrəcdən yuxarı aşağıdan kiçikdirsə, düzgün olandır. Yuxarı aşağıya bərabərdirsə və yaxud yuxarı aşağıdan böyükdürsə, bu düzgün olmayan kəsirdir. Sonra keçək neçəyə? Nömrə 10-a. İndi hissələrlə verib 35-in 5-də x-i nə eləyir? Birinci ədəd, sonra kəsr gəlib, yəni hissə gəlib. Onda nə eləyəcəm? Vuracam. 35-i nəyə vuracam? 5-də 2-yə vuracam. 35-in məxrəci yoxdur. Nə yazıram? 1 yazıram. Aşağıdakına, yuxarıdakı da yuxarıdakına vurulur. Bunu da böləndə neçə eləyir? 14 eləyir. Və yaxud belə bölün. Məsələn, işiniz asanlaşmaq üçün belə bölün. 35, 1, 5-də 2 bərabərdir. 5, 35 vurulsun 2.
35-i 5-ə böləndə neçə düşür? 7. 7 vuraq kimdə? 14. O birisilər də ona aiddir. İndi B variantını evə verəcəm. Sonra keçəyin onluq kəsirlərə. Biraz qaranlıq. Hə? 10-cu mənə biraz qaranlıq qaldı. Hə, qaranlıq qaldı. Məsələn, 36-nın 9-da 4 hissəsini deyir tap. Birinci ədəd, sonra kəsir gəlib. Nə edəcəksən mənim balam? Nə edəcəksən? Vuracaqsan. Vurursan. Birinci ədəd, sonra kəsir gələndə vurursan. İndi 36-nın məxrəci yoxdur. Nə yazacaqsan? 1. Kəsrə vuranda nə edilir? Aşağıdakına vurulur. 1 vuraq 9-um 9. Surətdə vurulur. İndi 36-nı 4-ə vurub 9-a bölmürəm. Bu kəsr xətti bölmə deməkdir. İşimi çətinə salmıram. Hazır 36 9-a bölünür da neçə düşür? 4 düşürmü? 4 vuraq 4-üm də neçə eləyir? 16 eləyir. Yox. 2-yə gəlir hansı variant? Y variantı. Məsələn, 32-nin 8-də 5 hissəsini deyir tapın. İndi nə edəcəksiniz? Vurma olur. 32-nin məxrəci yoxdur. Nə yazacağam? 1 yazacağam. Aşağıdakına məxrəcə vurulur. Mənim cavab 20 eləyir. Surətdə link atmağın vaxtı gəldi. 32-də 5-ə Cavab vurulur. 20-dir. Burada 4 oldu mu? 32-nin 8-ə. 4 vuraq 5-də 20. Ay sağ ol. 20 də hansı variantdır? 3-ə gəlir D variantı. Bunun B variantını evə verəcəm. İndi keçəyin onluq kəsirlərə. Yaxşımı? Yəni kaydı şey eləyim. Yandırım.